Ümumi sınaq 42-ni izah eləyirəm. Ümumi sınaq 42-ni izah eləyirəm. Deməli, burada verilib sinus alfa üstəlik kosinus alfanın kvadratı bölü kosinus alfa çıx 2 sinus alfa. Hər addıma, hər texnikaya, hər gedişə diqqətlə fikir verin ki, heç bir problem olmasın. Deməli, bunun müxtəsər vurma düsturuna görə açıram. Sinus kvadratı alfa üstəgəl 2 vuraq sinus vur kosinus üstəgəl kosinus kvadratı bölünsün kosinus çıx 2 sinus alfa. Sinus kvadratla kosinus kvadratı yaxınlaşdırıram. Üstəgəl 2 sinus alfa kosinus alfa aşağının olduğu kimi saxladım. Çıx 2 sinusu da olduğu kimi saxladım. Sinus kvadratı kosinus kvadrat gələndə 1 eləyir. 1 üstəgələ 2 sinus alfa kosinus alfa bölünsün kosinus çıx 2 sinus alfa. Ayrı-ayrı bölürəm. 1-i kosinusa böləndə 1 böl kosinus eləyir. Sonra 2 sinus kosinusu da təzdən kosinusa bölürəm. Çıxaq 2 sinus alfa. Kosinus alfalar gedir. 1 böl kosinus alfa üstə gələk. 2 sinus alfa çıx 2 sinus alfa. Bunlar da getdi. Cavab oldu 1 böl kosinus alfa. Belə. Gəldi ikinci suala. Çox çətin bir funksiyadır. Həqiqətən çox çətin bir funksiyadır. İndiyənə kimi bəlkə də heç görməmisiniz konspektlərdə. Deməli, F1 istəyir. Burada adi x yox, ifadə verilib. Bu tip misallarda nətər işləyirik? İdeyası nədir? İfadəni burada verilən ədədə bərabər eləyirik. İfadəni burada verilən, adi x yox, ifadə verilsə, ifadəni adi ədədə bərabər eləyirik. Görürsünüz də, bərabər eləmişəm 1-ə. 3 keçib olub 4, x tapılır. İfadəni adi burada olan ədədə bərabər eləyirik, x-i tapırıq. Sonra x-i bax bu ifadədə yerinə qoyuruq. Bir də deyirəm ideyasını, bu çox çətin sualdır. Bunu öyrənin, lazımsa qeyd dəftərinə yazın. Lazımsa plan dəftərinə yazın. Ümumi sınaq 42-də ikinci suala təkrarda bir də baxmaq lazımdır. Bax, belə qeyd aparın özü. Ümumi sınaq məsələn 42-də ikinci sual çox çətin sualdır. Buna baxmaq lazımdır. Hər an gördüyüm sual deyil. Belə-belə əlavə sual yığınağı da qazana bilərsiniz. Deməli, adi x yox, ifadə verilsə, həmin ifadəni buradakı ədədə bərabər eləyirik. Bax, belə. X-i tapırıq. Tapan kimi x-i gətirib burada yerinə qoyuruq. Bax, bu ifadədə. Aydın oldu. İndi mən burada biraz parçalama işlər aparmışam, amma siz promoy işləyə bilərdiniz. 2-nin kvadratı eləyir 4, üstə çıxaq. 6 vur 2, 12, üstə gəl 10. 4-dən mənfi 12 çıxanda mənfi 8 eləyir. Mənfi 8-in üstə 10 gələndə müsbət 2 eləyir. Mənfi müsbətdə də diqqətli olun. Gəldik üçüncü suala. Düzbucaqlının diaqonallarının kəsişmə nöqtəsindən təpələrə qədər olan məsafə 5 və 12-dir. Düzbucaqlının diaqonalını tapın. Yavaş-yavaş işləyək. Düzbucaqlı dediyinə görə bir dənə düzbucaqlı çəkmişik. Diaqonallar dediyinə görə diaqonalları çəkmişik. Düzbucaqlı dediyinə görə düzbucaqlını çəkmişik. Düzbucaqlını çəkdik. Diaqonallar dediyi üçün diaqonalları çəkdik. Diaqonalların kəsişmə nöqtəsi dediyinə görə kəsişmə nöqtəsini də qeyd elədik. Başa düşdünüz? Bütün məsələləri həmişə hissə-hissə oxuyun. Bütün misallara aiddir bu texnika. Hamısını hissə-hissə oxuyun, yavaş-yavaş alındırasınız. Kəsişmə nöqtəsindən təpələrə qədər olan məsafə 5 və 12-dir. Misalı özüm səhv eləmişəm. Tərəflərə qədər, düz eləmişəm deməli. Tərəflərə qədər olan məsafə 5 və 12-dir. Deməli, kəsişmə nöqtəsindən aşağıdakı tərəfə qədər olan məsafə 5-dir. Bu birisi tərəfə qədər olan məsafə də 12-dir. 12. Bunu da gördük. Bunu gördük. Deməli, düzbucaqlı olduğu üçün, bax, burada 90 dərəcədir. Məsafə olduğu üçün bu 90 idi. Deməli, 3 dənə 90 varsa burada 90-dır. Oldu. Deməli, 5 və 12-dir. Bura 5-dir. Burada 5 olmalıdır. 12-dirsə burada 12 olmalıdır. Sonra 5, 12 Pifagora görə bildik ki, bura 13-dür. Diaqonalı yarısı 13-dürsə, deməli, o birisi tərəfdə 13-dür. Yəni, bütöv diaqonal 26-dır. Keçdik 4-cü suala. 4-cü sual çox çətin sualdır. Bunu topluda açıq suallarda vermişdilər. A üstəgəl 7 böl 25 cəmi müsbət bir tam ədəddir. A-nın kəsir hissəsini tapın. Əvvəlcə bunu onluq kəsirə çevirək. Aşağını da 4-ə vuraq, yuxarını da məxrəci 25 olanları həmişə 4-ə vururuq, yadda saxlayın. Həm aşağını 4-ə vururuq, həm yuxarını. Bir də deyirəm, məxrəc 25 gördünüz, onluq kəsirə çevirmək istəyirsinizsə, məsələn 25-də 2 çevirmək istəsə, surət məxrəci 4-ə vur. Oldu %8. 0, %8 məsələn. Burada da 4-ə vurduq, oldu %28. A üstəgəl 0, %28. Və deyir, bu cəm müsbət tam ədəddir. Məsələn, nə ola bilər? Məsələn, 5,7
nəyin üstünə 0,28 gələndə tam ədəd verər? Yəqin ki, burası 72 olmalıdır ki, buralar tam ədədə çevrilsin. Ona görə də növbəti ədədin bu müsbət bir tam ədəddir. Onun kəsr hissəsini tapmaq istəyirsə həmin ədədin elə 1-dən 0,128-i çıxarsınız siz. Tutaq ki, siz bunu dərk eləmirsiniz. Əgər A üstəgəl 0,28 müsbət tam ədəddirsə, bu A-nın kəsr hissəsini soruşursa 1-dən 0,28 çıxırsan 0,72 eləyir. Belə deyim, bu misalı möhkəmləndirmək üçün məsələn sizə belə bir şey verirlər. A üstəgələk 5-də 3 tam ədəddir. Müsbət tam ədəddir, özdə belə desə, müsbət tam ədəddir desə belə işləyərik. Sonra mənfi tam ədəddir işləyərik ayrıca. Müsbət tam ədəddir, A-nın kəsr hissəsini tapın, onda 1-dən bu 5-də 3-ü çıxırsınız. Elədir 5-də 2. A-nın kəsr hissəsi 5-də 2-dir. Və yaxud da A üstəgəl 0,7 müsbət tam ədəddir. Müsbət tam ədəddir. A-nın kəsr hissəsini soruşsa 1-dən 0,7-ni çıxır, soruş 0,4. Bax, bu da dediyim kimi plan dəftərinə nömrə kimi əlavə olunsun ki, bu da sualda hələm-hələm adamın qabağına çıxmır ki, rahat şəkildə 5, 12, 13 kimi bunu işləyək. Düzbucaqlı fiquru kimi işləyək. Ona görə bunları yığın ki, çətin bir sual kimi bunları yadda saxlayasınız. İndi qiymətlər çoxluğu. Qiymətlər çoxluğu asan sualdır. Biz demişdik ki, sadə sinus görəndə, yəni sinusun qüvvəti təkdir görürsünüz. Bir dəfə mənfi 1 qoyursan yerinə, bir dəfə müsbət 1, bir dəfə mənfi 1 qoymuşuq, bir dəfə müsbət 1. 2-də 1-in üstü 1, 2-də 1 eləyir. 2-də 1-in üstü mənfi 1 isə 2 eləyir. Deməli, cavab 2-də 1-dən 2-yə daxildir. Qiymətlər çoxluğu budur. Belə. Gəldik bura. Kubun 8 dənə tilinin cəmi 12 olarsa, bütün tillərinin cəmini tapın. Bax, deyirəm, kubun 12 dənə tili olur ümumiyyətlə. 12 dənə tili olur, birinci addım. Əgər bir tilin uzunluğu A olarsa, bütün tillərinin cəmi 12 vur A olar. Bir də yavaş-yavaş deyək. Bu sualda 4-5 dəfə sınaqda çıxacaq görəsiniz. Kubun 12 dənə tili var. Kubun, bax, 4 dənəsi yuxarıda, 4 dənəsi aşağıda, 4 dənəsi də yanlarda. Kubun 12 dənə tili var. Onun bir tilinin uzunluğu A-dsa, bütün tillərinin cəmi 12 vur A-dır. İndi burada deyib ki, 8 dənə tilinin cəmi 12-dir. Bunun bir dənə tili bilmirik A-dır. 8 dənə tilinin cəmi 12-dir. Yəni 8 vur A neçəyə bərabərdir 12-yə? A da bərabərdir 12 bölək 8-ə. İxtisar gedir 4-ə, 3 böl 2-dir. Bir tilin uzunluğu 3 böl 2-dir. Bütün tilləri də 12-yə vurub tapılırdı. İxtisar getdi 6, cavab elədi 18. Belə. Gəldik 7-ci suala. 7-ci suala gəlirik. 7-ci suala. Deməli, bu çox maraqlı bir sualdır. Belə bir sual da görməmişsiniz. Bunu da ulduz qoyub lab konspektə əlavə edin. Bundan əvvəlki sualda yenə orada yazın 42-də, məsələn 6-cı sual, 7-ci suala yenə baxmaq lazımdır. O qədər önəmli suallardır ki bunlar. Deməli, ortaq məxrəcə gətirirəm. Ortaq var, x çıx 3 dən x plus 4-ü hasilidir. X plus 4 bura vurulur. X çıx 3 isə bura vurulur. Gördünüz, A vuraq x plus 4. 6 vuraq x çıx 3. Vurub açıram ax plus 4a üstə gəl 6x minus 18. X'ləri yaxınlaşdıram. Ax üstə gəl 6x. Üstə gələk 4a çıx 18. Aşağını da vurub açanda x kvadrat plus x çıx 12 oldu. Və həmin ifadə bu ifadəyə bərabərdir. Aşağılar eynidir. Deməli, yuxarıları bərabər eləmək lazımdır. Deməli, B yuxarıdakı ifadəyə bərabərdir. A plus 6 vur x üstə gəl 4a çıx 18. Deyib ki, əmsalların cəmi 28-dir. B çox həddisinin əmsallar cəmi 28-dir. Ona görə B-nin əmsalları olan A plus 6-nı və 4A minus 18 28-ə bərabər eləyirik. Oradan 5A çıxaq 12 28-dir. Bildinizdə müsbət 6 ilə mənfi 18 mənfi 12 eləyir. 5A bərabərdir 12 keçdi o tərəfə. 28-in üstü 12 gəldik. 40 elədi. A bərabər 8 tapıldı. İstəyirsiniz bir dəfə də üstündən gedim. Ortaq məxrəc bunların hasilidir. Hasili. X plus 4 A'ya vurulur. X çıx 3 6-ya vurulur. Aşağını vurub açanda x kvadrat plus x minus 12. İstəyirsiniz vurub açmayın. Qalsın belə. Yuxarını vurub açıram. Ax üstə gəl 4A. Üstə gəl 6x çıx 18. X'ləri yaxınlaşdırıram. Ax üstə gəl 6x. Üstə gəl 4A çıx 18. Yuxarını yuxarıya bərabər eləyirəm. Bərabərdir B-yə. Buradan yazıram A plus 6 vuraq x üstə gəl 4A çıxaq 18 bərabərdir B-yə. B-nin
çox həddi olduğunu deyib və əmsallar cəmi 28-dir. Yəni x-in qabağındakı a plus 6 və 4a minus 18 hamısı 28-ə bərabərdir. 5a çıxaq 12 bərabərdir 28. 5a bərabər 28 -12 40. A da bərabər 8-ə. Aydındır bu. Aydındır.